7 yaşımda anam atamı aldatdı və boşandılar. Atam 2 dəfə ailə həyatı qurdu. Ögey anam bizdə etmədiyi zülm qalmadı. Qardaşımı evdən qovdu, nənəm baxdı. Mən də onun zülmlərinə səbr etdim. 18 yaşım olanda atamın razılığı olmadan qaçıb ailə həyatı qurdum. Oğlan türk idi. O evdən qurtulmaq üçün tanımadığım, bilmədiyim ölkəyə getdim. Yoldaşımın ailəsi məni sevmir, anası məni oğluna qısqanır. Çox pis zülmlər edir. Bizim 7 il övladımız olmadı. Çox həkimlərə getdik, heç birindən xeyir görmədik. Yoldaşımın vəziyyəti yaxşı olmadığı üçün biz müalicəyə ara verdik. Mən arıqlamağa başladım, pis ağrılarım oldu, həkimə getdik. Öyrəndim ki, hamiləyəm. İndi bir övladım daha olacaq. Yoldaşımı sevmirəm. Çünki o məni həmişə ailəsinə əzdirib. Məni sevmir, nə deyirəm etmir. Bir şey almasını istəyəndə almır, niyə almırsan deyəndə isə yadımdan çıxdı deyir. Amma anası nə istəsə onu alır, heç unutmur. Neçə dəfələrlə məni aldadıb, kaş onu da bağışlamazdım. Onda övladlarım yox idi. Ögey anamın yanına getməyim deyə atam da məni elə də sevmir. Uşağım olmadığı zamanlarda mənə demədikləri, etmədikləri zülm qalmamışdı. Eltimin də övladı olmur, amma ona güldən artıq söz demirdilər. Mən isə onları Allaha tapşırmışam. Allah bilir ki, haqqım halal deyil, amma mən isə nə edəcəyimi bilmirəm.